Hər vaxtınız xeyir olsun, əziz və hörmətli izləyicilər. Hər birinizi salamlayıram. İlk öncə eynəklə efirdə olduğum üçün bütün tamaşaçılarımızdan üzr istəyirəm. Yəqin ki, başa düşərsiniz. Bu hər hansısa bir moda üçün deyil, sadəcə biraz təzyiqim var. Hava bir balaca isti olanda gözlərim yerindən çıxır. O səbəbdən eynəkdəyəm, böyüklərimiz bağışlasın. Gözəl qardaşlarım, əziz dostlarım, əziz xeyirxah ailə üzvlərimiz, sizlərin maddi dəstəyi ilə xeyirxah işlərimizə hər gün gözəl şəkildə davam etdiririk. Hal-hazırda bugün gözəl bir əməliyyata start verdik. 12-dən 12-yə əməliyyatı. Yəni ki, Emin qardaşın evində günorta saat 12:00-dan axşam saat 12:00-a can gözəl bir canlı yayımımız olacaq. Hər birinizi gözləyirəm, gəlib bizimlə bir yerdə Emin qardaşımıza dəstək olağın. Analarımız, bacılarımız və ən əsas da bizim Ağbirçək, Ceyran anamız, Nisə anamız, Cəllabadlı analar, Mətanət bacımız, Qaya bibimiz, bax bu Elşən Mustafayev kanalında olan çox dəyərli və qürurlu analar, hamınızı mənəvi dəstəyə çağırıram. Qardaşlar, sizləri maddi dəstəyə çağırıram. Vəfa qardaşımı, Ramil qardaşımı, Fuad qardaşımı, Kənan qardaşımı, Kitay qrupunu, səsimizi duyan, bizimlə hər zaman həmrəy olan, bizimlə hər bir zaman silahdaş olan əqidə dostlarımızı, əqidə yoldaşlarımızın hamısını dəstəyə çağırıram. Emin bizim vətənimizin uğrunda könüllü döyüşmüş igid bir oğlumuzdur. Gəlin Emin qardaşımıza bax bu gözəl dəstəyimizi son ana qədər aparağın. Samirə xanımdan xüsusi olaraq mənəvi dəstək gözləyirik. Aysu bacımız, digər bacılarımıza deməkdə ehtiyac yoxdur. Fərqanə bacımızdır. Daimi meydandadır. Könül xanım bacımız, Leyla bacılarımız, bütün analar, bacılar, yaddan hamınızın adınızı yadımda saxlaya bilmirəm, sizlərə qurban. Sizləri inşallah ki 12-dən 12-yə gözəl bir, uğurlu bir əməliyyata dəvət edirəm. Kim nəyə bacarırsa, əzizlərim, kim nəyə bacarırsa, əlimizdən gələni inşallah ki edəyin. Həm Kənan qardaşın aldığımız 1000 manatı qaytaraq, həm də köhnədən borcumuzu. Vallahi bu bizim əlimizdədir. Dostlarımız, qardaşlarımız hər zaman olduğu kimi ürəklə əl qoysalar bu işə, inşallah ki gözəl də başlayacaq. Podolskidə yaşayan Ağzəbədəli Qulu qardaşımdan elə bax indidən 500 rubl 12-də 12:00-dakı canlı yayımıza dəstək olmağa çağırıram. Var olun, sizlərə qurban. Allah hamınızı qorusun inşallah.